Salam əziz və dəyərli izləyicilər, gözəl xanımlar, yaxın əyləşin. Sizin üçün elə bir gözaltı qaraları aparan, gözaltı qırışları, alnındakı, üzdəki qırışları, hətta boyundakı qırışları aparan sizə özümün istifadə etdiyim və xeyrini gördüyüm kollagen serum, kollagenli serum haqqında danışıram mənim əzizlərim. Dəyərli xanımlar, elə indicə bunu göndərin hamıya, bax. Deyirəm sizə, göndərin ki, bütün xanımlar istifadə eləsin, paxıl olmayın. Bu videonu atın hamıya və bəyənin, çoxlu şərhlər yazın. Əzizlərim, üstündə şəklini qoyacağım, bax, belə bir şeydir. Demək, bu məndə bilmirəm, 5-cidir, 6-cıdır artıq. Yenə də deyirəm, yaxından şəklini qoyacağım, soyuducuda saxlayırsınız, səhər və axşam vura bilərsiniz. Hətta bunun üstündən vurandan sonra kosmetika vura bilərsiniz, yəni makyaj eləyə bilərsiniz. O qədər gözəl parıltı verir, gözünüzü açır, qırışları açır. Baxın, mənim 53 yaşım var. Düzdür, estetik əməliyyat etdirəsi vaxtımdır ki, üzümü zadımı dartdıram. Amma mən mimiklərimi çox sevirəm, qırışlarımı çox sevirəm. İstəmirəm ki, üzümün mimikası itsin. Güləndə, sevinəndə, kədərlənəndə təbii olsun. Ona görə hələ ki elətdirməmişəm, amma düzdür, lazımdır. Belə şeylərdən istifadə edirəm və bilirsiniz ki, hər şeyi də sizlərlə bölüşürəm. Baxın, belə basırsınız, istifadə qaydası, ucunda belə bir gel çıxır, baxın, vurursunuz, özdə soyuducudan çıxardanda sərin olur, bütün harda qırışlar varsa, ora vura bilərsiniz əzizlərim, gözlə görüləcək dərəcədə qaraltını götürür, o qırışları həqiqətən də açır. Özünüz hardasa bir 2-3 gün istifadədən sonra görəcəksiniz və deyəcəksiniz ki, Məryəm xanım, halal olsun sizə. Mən unutdum deməyi, əzizlərim, alnındakı qırışlara, boğazınızdakı qırışlara, yenə də deyirəm, yaş öz işini görür, hər yerdə qırışlar əmələ gəlir. Düzdür, mən sağlam həyat tərzi sürürəm, sizə də məsləhət bilirəm ki, sağlam həyat tərzi sürün. Baxın, üstdən nə eləyirsiniz, eləyin. Nə qədər bahalı şeylər, vasitələrdən istifadə eləyirsiniz, eləyin. Yeri gəlmişkən deyim ki, çox da bahalı deyil, bu ucuzdur. Hətta deyərdim, yəni hamını istifadə eləyə bilərsiniz. Mən Valbres deyilən yerdən almışam, siz Temu Azərbaycanda oradan istifadə eləyə bilərsiniz. Başqa bilmirəm, sizdə kosmetik vasitələr olan yerdə onlar olmaz mənim əzizlərim. Amma yenə də deyirəm, üstdən nə qədər bahalı məhsullardan istifadə edirsiniz, eləyin, gel olsun, kollagen olsun, nə olur olsun, içəridən həm üzünüzün nurlu olması üçün kin saxlamayın, həm yaxşılıq eləyin. Tolstoyun bir sözü var, deyir ki, bacardıqca yaxşılıq eləyin, bacarmırsınızsa heç olmasa pislik eləməyin. Mənim əzizlərim, üzünüzü tez-tez masaj eləyin, ümumiyyətcə əlinizi üzünüzdən götürməyin, peelinglərinizi eləyin. Dediyim kimi, içəridən vitamin, minerallarla zəngin. O dəqiqə deyərsiniz ki, Məryəm xanım, axı bahadır, xeyr, diyeta saxlamaq sizin üçün bahalı gəlir. Diyeta lazım deyil, sağlam həyat tərzi lazımdır. Baxın, hər gün internetdə görmüş olarsınız ki, bu arıqlama çayı içənlər, arıqlama kofesi içənlər, aclıq edənlər necə pis günlərə qalırlar. Onlardan istifadə etməyin, əzizlərim. Tam sağlam həyat tərzi sürün və üzünüzə görəcəksiniz ki, görənlər hamısı deyəcək ki, günü-günündən gözəlliyinin üstünə gözəllik gəlir. Mənim əzizlərim, bir də sizə deyim ki, gözəllərim, əgər Məryəm xanımın başqa qızıl qaydalarını öyrənmək istəyirsinizsə, sağlam həyat tərzi sürmək istəyirsinizsə, gəlirsiniz qrupuma, qızlar, nələr öyrədirəm. Nə üzünüzdə qırış qalmır, saçınız günü-günündən gözəlləşir, dırnağınız gözəlləşir, dırnaq göbələyindən azad olmağın sirri və bütün qızıl qaydalarını sizlərə öyrədirəm. Qəbzlikdən azad olursunuz, orqanizminizdən toksinlər təmizlənir. Əgər toksinlər də təmizlənirsə, kistalar nəyə görə əmələ gəlir orqanizmdə? Çünki orqanizmimizdəki, daxili orqanımızdakı toksinlər yığıldıqda kistalar özünə yığır. Və siz sağlam həyat tərzi sürəndə nə kistalarınız olmur, nə fibromu olmur, xərçəng xəstəliyindən özünüzü qorumuş olursunuz, xolesterolunuz aşağı düşür, yağlı triqliseritləriniz aşağı düşür və bütün bunlarla əlaqəli mən sizi aptekaya göndərmirəm ki, qəbz olursunuzsa gedin, siyana çayı için, aclıq otu için və s. Çünki onlara nifrət edirəm. Köpürsünüzsə demirəm sizə ki, qara kömür için, pankreatin için. Çünki pankreatini içirsiniz, mədə-altı vəzniniz örgənir, sonra sizə ferment vermir və bu sizə çox ziyan eləyir mənim əzizlərim. Ən əsası mən sizə heç nə satmıram, nə arıqlama çayı, nə arıqlama kofesi, çünki bunlar dəhşət saçır mənim əzizlərim və su diyeti olmaz, aclıq etmək mənim qrupumda olmaz. İstəyirsinizsə ili 20 manata qrup bir dənə Məryəm xanımdadır. Yəni hər ay ödəmirsiniz, girəndə 20 manat ödəyirsiniz, bütün bu özəllikləri əldə etmiş olursunuz, bütün sirləri sizə öyrədirəm gözəllərim və 20 manatı necə ödəyirsiniz, çox suallar gəlir.
gəlir. Siz mənim WhatsApp nömrəmə yazacaqsınız, mən sizə şərtləri yazacağam və karta sizə atacağam. Təbii ki, məsləhət bilsəniz. Onsuz da bütün dünyadakı Azərbaycanlılar artıq mənim haqqımda danışır. Çünki xanımların gözəlliklərinə gözəllik gəlir dərmansız, ximikatsız, kimyəvi qatqısız şeylərlə. Bütün növ peelingləri ürgədirəm və onu deyim ki, bəylər üçün qrupum ayrıdır, xanımlar üçün qrupum ayrıdır. Amma bəylər də bircə dəfə 20 manat ödəyir. İstəyirsinizsə nömrəni videonun üstündə qoya bilmədiyim üçün səsli şəkildə deyirəm. Rusiyanın WhatsApp nömrəsidir. Dünyanın harasında olursunuzsa, rayon, kənd, xarici ölkə, necə deyirəmsə o cürə əlavə edin. Təbii ki, tapmaq istəyirsinizsə WhatsApp nömrəmi. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.